Asan Xidmət və İdeya İctimai Birliyinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Asan Məktub Yaz Düşərgəsi 2 layihəsi baş tutub. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb. Məqsəd uşaqların sosial, kommunikativ və yaradıcılıq potensialının inkişafına töhfə vermək, asudə vaxtlarından faydalı və interaktiv təşkilini təmin etmək, komanda işi və özü müdafiə bacarıqlarının genişləndirilməsinə dəstək olmaq olub. Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8-14 yaş aralığında 50 uşaq cəlb olunub. 4 gün davam edən düşərgədə sosial və fərdi bacarıqların inkişafına yönəlmiş təlimlər, ustad dərsləri, intellektual və interaktiv oyunlar, idman yarışları, yaradıcı və ekoloji fəaliyyətlər, tamaşalar və nağıl saatları təşkil edilib. Uşaqlara kitablar, məktəb ləvazimatları, məktəb formaları və digər hədiyyələr də təqdim olunub. Fəaliyyətə başladığı gündən Asan Məktub 10.700-dən çox uşağın arzusunu gerçəkləşdirib.